Değerli şagirdlər, 8-ci suala baxaq. Bizə loqaritmi ifadə verib və hesablayın deyir. Loqaritma 64 əsasdan 5-i biz necə yaza bilərik? Loqaritma 4-ün kubu 5 yazaram. Və bu nəyə bərabər olacaq? 3-də 1 qarşıya gəlir, olur loqaritma 4 əsasdan 5. Bu ifadəyə baxıram. Loqaritma 9 əsasdan 16 nəyə bərabərdir? Loqaritma 9 yazaram 3-ün kvadratı, 16-ını yazaram 4-ün kvadratı. Və 2-də 2 qabağa gələr, olar loqaritma 3 əsasdan 4. Bu ifadəyə baxaram, 25-də 1-i mən 5 üstü mənfi 2 yaza bilərəm. O zaman loqaritma 25-də 1 əsasdan 27 nəyə bərabər olacaq? Loqaritma 5 üstü mənfi 2, 27 nə yazaram? 3-ün kubu. Buradan da mənfi 2-də 3 qarşıya gələr. Olar loqaritma 5 əsasdan 3. Ən sonda bu ifadələrin hasilini soruşur bizdən. Olacaq deməli 3-də 1 loqaritma 4 əsasdan 5 vurulsun 2-də 2. Daha yazmağa ehtiyac yoxdur da. Loqaritma 3 əsasdan 4. Bunlar gedir. Vurulsun mənfi 2-də 3. Loqaritma 5 əsasdan 3. Diqqət etsək, loqaritma 4 əsasdan 5, 3 əsasdan 4, 5 əsasdan 3. Bunlar ixtisar gedir bir-biri ilə. Ən sonda qalır 3-də 1 vurulsun mənfi 2-də 3. Bunlar ixtisar getsə cavab olacaq mənfi 2-də 1. Yəni B bəndi.